Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. 8-ci kilometr bazarında sanitar gigiyenik tələblərə əməl edilmir. Bərdədə mal əti adı ilə at əti satışa çıxarılıb. Heyvan bazarlarında təmir işləri davam etdirilir. Pestisidlərin təhlükəsiz dövriyyəsinə nəzarət gücləndirilir. Gəlin ötən həftə qida sahəsinə baş verən əsas xəbərlərlə tanış olaq. Qida təhlükəsizliyi sistemli və kompleks yanaşma tələb edir. Qida zəncirinin bütün mərhələlərində məsuliyyət və diqqət vacibdir. İstehsaldan başlayaraq emal, saxlanma və daşınmaya qədər hər addımda ciddi nəzarət olmalıdır. İstehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və bu risklərin idarə olunması təhlükəsizliyin təməlidir. Market rəfinə qədər gələn məhsulun arxasında geniş və çoxşaxəli sistem dayanır. Bu sistemin düzgün işləməsi gələcək nəsillərin sağlamlığını qorumaq deməkdir. Qida təhlükəsizliyinə nəzarət tək dövlətin deyil, hər kəsin işidir. Gəlin təhlükəsizlik qida ilə sağlam gələcəyə birlikdə addımlayaq. Miqren bir çox insanların qarşılaşdığı güclü baş ağrı növüdür. Bu baş ağrısı bəzən tək tərəfli olur, döyüntü şəklində başlayır və həyat keyfiyyətini ciddi aşağı salır. Elmi araşdırmalar göstərir ki, sağlam qidalanma miqren tutmalarının sayını azalda bilər. Klinik tədqiqatlar göstərir ki, miqren xəstələrinin bir çoxunda maqnezium səviyyələri aşağı olur. Beləliklə, maqnezium qəbulunu artırmaq miqrenin şiddətini və tutmaların sayını ciddi şəkildə azalda bilər. Buna görə də rasionunuza ispanaq, avokado, lobya kimi, badam kimi qidaları əlavə edin və ya maqneziumu qida əlavəsi olaraq da istifadə edə bilərsiniz. İkinci, B2 vitamini, yəni riboflavin. B2 vitamini hüceyrələrin enerji istehsalına kömək edir. Miqrendə enerji çatışmazlığı nəzəriyyəsi təsdiqləndiyindən B2 əlavəsi bəzi insanlarda tutmaları 30-60% azalda bilər. Hardan alaq? Yumurta, süd məhsulları, göbələk, brokoli, qaraciyər. Üçüncü, koenzim Q10. Tədqiqatlar göstərir ki, koenzim Q10-un gündəlik qəbulu miqren tutmalarının sayını azalda bilər. Qızıl balıq, tuna balığı, toyuq, qaraciyər, kələm yeyərək bu ehtiyatı qarşılaya bilərsiniz. Omega-3 yağ turşuları. Bunlar iltihabı azaldır və miqren tutmalarının müddətini və ağrı şiddətini yüngülləşdirir. Omega-3 mənbələrinə qızıl balıq, sardina balığı, kətan toxumu, çiya toxumu və qoz daxildir. Vitamin D. D vitamini səviyyəsi aşağı olan insanlarda miqren tutmaları daha tez-tez baş verə bilər. D vitamini əlavəsi bəzi insanlarda tutmaların sayını azaltmağa kömək edir. Günəş işığı, qızıl balıq, yumurta sarısı və təbii ki, D vitamini qida əlavəsi olaraq istifadə etmək mümkündür. Beləliklə, miqren zamanı tövsiyə olunan qidalar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıqlar, tam taxıllar, qoz fındıq və təbii ki, su vacibdir. Çünki aparılan elmi çalışmalar göstərir ki, su içən qadınlarda içməyənlərə görə miqrenin sayı və şiddəti daha azdır. Eyni ildə aparılan digər tədqiqat isə lifli qidaların rasiona daxil edilməsinin də miqrenin şiddətini və tutmaların sayının azaltdığını göstərmişdir. Miqrenin artmasına səbəb olan qidaların siyahısında isə kalbasa və sosislər, işlənmiş qidalar, şərab, həddidən artıq şokolad istifadəsi, həddidən artıq kafein və həmçinin də quru pendirləri qeyd etmək olar. Miqren problemi yaşayan insanların həyat keyfiyyətini artırılması üçün sağlam qidalanma danılmazdır. Beynəlxalq ticarət qaydalarına əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə İsrail dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən müxtəlif xarici ölkələrdə yaradılan saxta domenlərə yönəlmə baş verir. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi domeni e-afsa.gov.az-dır. Agentlik tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən yalnız aktanın rəsmi domeninə yönəldilir.
Aşkar olunan uyğunsuzluq barədə İsrail dövlətinin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib. Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. Agentlik bəyan edir ki, bu kimi qanuna zidd əməllər yol verilməzdi və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş edilir ki, agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi e-avsa.gov.az domeninin yazılmasına diqqət etsinlər. Məlumat üçün bildiririk ki, ölkə ərazisində heyvan mənşəli məhsulların dövriyyəsi və istehlaka təqdim edilməsi zamanı mütləq şəkildə həmin məhsulların baytarlıq ekspertizasının keçirilməsini təsdiq edən baytarlıq sənədlərlə müşahidə olunmalıdır. O cümlədən ölkə ərazisində ixal olunan heyvan mənşəli məhsullar da yüksək risk qrupuna aid edildiyi üçün risk əsaslı yanaşma tətbiq edilməklə həmin məhsulların sınağı aparılır və müvafiq ixal sağlamlığı aktı ilə təmin edilir. Və ölkə ərazisində fəaliyyət göstərən iaşə obyektləri, o cümlədən xüsusən şadlıq evləri, restoranlarda istehlakçılara təqdim olunan hər bir heyvan mənşəli məhsullarında qeyd olunan müvafiq sənədləri təmin olunaraq istehlakçılara təqdim edilməlidir. Qida təhlükəsizliyi haqqında qanunun tələbinə əsasən hər bir qida subyekti qəbul etdiyi qida məhsulları, o cümlədən qida məhsullarının əldə etdiyi heyvanlar və onları təchiz edən qida məhsulları ilə bağlı təchiz edən qida subyektləri barəsində məlumatları özündə toplanmalı, elektron kağız və kağız formasında və elektron formada təmin etməli və izlənmə prosedurunu həyata keçirtməlidir. Bu sahədə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında həmin sənədləri təqdim etməlidir. Bildirmək istəyirik ki, agentlik tərəfindən artıq bütün ölkə ərazisində fəaliyyət göstərən ictimai yaşam müəssisələrinə, xüsusən də şadlıq evlərinə və restoran sahiblərinə müvafiq xəbərdar edici məktublar göndərilmişdir. Və orada istehlakçılara təqdim olunan heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədləri təmin edilərək satışa təqdim etmələri nəzərlərə çatdırılmışdır. Bildiririk ki, agentlik tərəfindən artıq bu sahədə müvafiq reydlər, nəzarət tədbirləri həyata keçiriləcək. Həm aparılacaq planlı və planlanan yoxlamalar zamanı, o cümlədən aktiv sistemi üzərindən izlənmə əsasında həmin məhsulların müvafiq sənədlərinin tələb edilməsi həyata keçiriləcək. Qanunvericinin qeyd olunan tələblərini pozan hər bir sahibkar subyekti barəsində isə qanunverici nəzərdə tutulmuş qaydada müvafiq inzibati tədbirlər görüləcəkdir. Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması məqsədi ilə monitorinqlərə başlanılır. Tədbir Azərbaycan Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli sərəncamına əsasən Nazirlər Kabineti yanında aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının 2025-2026-cı illər üzrə iş planı çərçivəsində həyata keçirilir. Tədbirin məqsədi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təhlükəsizlik tələblərinə riayət olunmasını, saxtalaşdırma hallarının qarşısının alınmasını və istifadəçilərin keyfiyyətli preparatlara əlçatanlığını təmin etməkdir. Müfəttişlərimizlə bərabər iştirak edən digər qurumun nümayəndələri, yəni işçi qruplar əsasən obyektləri və obyektlərdə saxlanılan preparatlara baxırlar. Yəni yanaşma iki istiqamətdə olur ki, həm bu obyektlər texniki təhlükəsizlik, sanitar gigiyena tələblərinə uyğun olmalıdır və eyni zamanda burada saxlanılan preparatlar da qanunvericiliyin tələblərinə uyğun olmaqla dövlət sınağından keçmiş, qeydiyyata alınmış, hermetikliyi pozulmamış preparatlar olmalıdırlar. Hazırda arxada da gördüyünüz kimi işçi qruplar preparatlara bir-bir baxmaqla onların istehsal tarixləri, yararlılıq müddətinə, eyni zamanda onun saxlanma şəraitinə diqqət yetirirlər. Eyni zamanda agentlik kollegiyası tərəfindən təsdiqlənmiş qadağa siyahısında olan preparatların mövcud olub olmamasına nəzər yetirirlər. Monitorinqlər Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumların nümayəndələrindən ibarət
işçi qruplar tərəfindən aparılır. Biz Nazirlər Kabinetinin 10 nömrəli qərarına əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş gübrə anbarlarının, pestisid anbarlarının monitorinqində iştirak edirik. Müşahidələr onu göstərir ki, anbarların əksəriyyətində ümumi vəziyyət pis olmasa da çatışmamazlıqlar da mövcuddur. Amonium nitrat düzdür, anbarların əksəriyyətində istifadə olunmur, saxlanılmır. Amma pestisidlər saxlanılan anbarlarda çatışmamazlıqlar var. Qanunvericiliyə əsasən dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, istifadəsi qadağan edilmiş və ya yararlılıq müddəti bitmiş preparatların istehsalına, idxalına, saxlanmasına və satışına yol verilmir. Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq eləyir ki, sahibkarlar qanunvericiliyin bütün tələblərinə ciddi əməl etməli və məhsulların təhlükəsiz dövriyyəsini təmin etməlidirlər. 200-dən artıq pestisidlərin və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində monitorinqlər həyata keçirilməkdədir. Monitorinqlərin nəticəsində müəyyən obyektlərin fəaliyyətinin məhdudlaşdırılması və müəyyən obyektlərin sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Fürsətdən istifadə edərək çağırış etmək istəyirik ki, bütün sahibkarlar həm satış obyektlərində, həm də saxlanma obyektlərində Nazirlər Kabinetinin 10 saylı qərarının tələblərinin yerinə yetirilməsinə ciddi diqqət etsinlər. Əks halda onların fəaliyyətinə icazə verilməyəcək. Qeyd eləyək ki, aşkar edilən qeyri-qanuni və istifadəyə yararsız preparatlar cəngi pestisid poligonuna daşınaraq təhlükəsiz şəkildə zərərsizləşdiriləcək. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən heyvan bazarlarında yenidən qurma işləri intensiv şəkildə davam etdirilir. Epizotoloji stabilliyin qorunması məqsədi ilə bazar rəhbərlikləri işlərini Qida Təhlükəsizliyi Agentliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu istiqamətdə Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarlarına baxış keçirilib, sahibkarlara nümunəvi eskiz layihə təqdim olunub. AKTA tərəfindən bizə yeni standartlara uyğun olaraq eskiz verilmişdir və biz o eskiz əsasında tikinti təmir işlərini başlamışıq. Biz hal-hazırda texniki təmizlik işlərinə başlamışıq və başa vurmuşuq. İndi də eskiz əsasında işlərimizi davam edirik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizodoloji sabitliyin qorunması məqsədi ilə bazarlarda monitorinqlər keçirilmişdir. Monitorinq zamanı bazarlarda infrastrukturlar qiymətləndirilmişdir. Hazırda sahibkarlara agentlik tərəfindən təqdim edilən eskiz layihə üzrə yenidən qurma işləri davam etdirilir. Bu istiqamətdə də Abşeron rayon Məmmədli kənd ərazisində Qida Təhlükəsizliyi Agentliyinin 50 saylı qərarı təsdiq edilmiş heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun olaraq eskiz layihə təqdim edilmiş və sanitar gigiyeniklə bağlı müvafiq tapşırıqlar verilmişdir. Agentliyin regional bölmələri tərəfindən prosesə nəzarət olunur və işlərin sürətləndirilməsi məqsədi ilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, yenidən qurma işləri tam başa çatdıqdan sonra bazarın açılması məsələsinə baxılacaq. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində əhali arasında 8-ci kilometr bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən Nəzrin YMMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirildiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Hər gün minlərlə insan restoranlarda sevdiyi yeməklərin dadını çıxarır. Amma bu ləzzətin arxasında dayanan ən vacib amil təhlükəsizlikdir. Hasb restoranlarda qida təhlükəsizliyini qorumaq üçün bütün mərhələləri nəzarət altına alan bir mexanizmdir.
Məhsulun qəbulundan tutmuş saxlanmasına, bişirilməsindən müştəriyə təqdim olunmasına qədər hər bir addım izlənilir. Bu sistem mətbəxdə hər detalı qaydaya salır. Xam mal qəbul edilərkən keyfiyyət və təmizlik yoxlanılır. Soyuducularda temperatur mütəmadi olaraq izlənilir. Bişirmə zamanı yeməyin daxili temperaturu ölçülür, çiğ və bişmiş qidalar ayrı saxlanılır. HASP sistemi restoranlar üçün yalnız qayda deyil, etibarlı xidmətin təməlidir. Onun tətbiqi sayəsində hər bir yemək həm dadlı, həm də təhlükəsiz şəkildə süfrəyə gəlir. Müəssisənizi risklərdən qorumaq, müştərilərinizə təhlükəsiz və keyfiyyətli qida təqdim etmək istəyirsinizsə, indi afsi.gov.az saytına daxil ola və ya 13 çağrı mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz. Təhlükəsiz xidmətə elə bugündən başlayın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala rayonunun kəndlərində qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar Zaqatala rayonunun Muğanlı və 3-cü Tala kəndlərində geniş miqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. Akta əməkdaşları sakinlərlə birlikdə 500-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan 10 minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib. Baxdığımız evlərdə istirahətlənmə dərəcəsi kifayət qədər yüksəkdir. Qışlama yerlərinin yığılan zərərvericinin kütləvi halda toplanması müşahidə edilir. Bu isə yay mövsümündə, artıq yay mövsümündə bu zərərvericilərin yenidən təbiətə çıxaraq və nəsil artırmaqla daha böyük təhlükə yaratmaq potensialının olduğunu göstərir. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməli, xüsusən də zərərvericini qışlama yerlərində vaxtında məhv etməlidirlər. Vətəndaşlar bilməlidir ki, bu zərərverici qışlama dövründə məhv edilmədikdə, qarşıdakı illərdə həm də yeni nəsillərin qoyulması amili nəzərə alaraq kütləvi şəkildə bitkicilik məhsullarına ziyan vermə riski var. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, öz damlarında, tikillərində, çardaqlarında bu zərərverici ilə mübarizə tədbirlərini həyata keçirsinlər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Beynəlxalq təcrübədə də qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Hazırki qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına ciddi təsir edə bilər. Bərdədə mal əti adı ilə at ətinin satışının qarşısı alınıb. Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Bərdə rayonu polis şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Bərdə rayonu Bakı küçəsində Novruzov Zaur Məmmədoğluna məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kiloqram sümükdən ayrılmış at əti aşkarlanıb. Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin saxlanıcı yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqifoğlu tərəfindən mal əti adı altında satış məqsədi ilə Bakı şəhərinə aparıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirləri görülüb. İstehlaka yararsız at əti soyuducu ambarda saxlanıca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qəhvəyi mərmər bağacığı nədir? Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır. Bu zərərverici həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sovurmaqla qidalanır. Zərərvericinin inkişafı üçün optimal temperatur 18-25 dərəcədir. Mart-aprel aylarında yetkin fərdlər qışlamadan çıxır. Dişi fərdlər hər birinə 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə ağ, kürə şəkilli yumurta qoyur. Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir. Zərərverici yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və sair vasitəsilə yayılır. Yetkin fərdlər təbii yolla, yəni uçmaqla 35-100 kilometrədək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığının gizlənə bildiyi sığınacaqlara xüsusi diqqət yetirilməlidir. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün pəncərələr torla bağlanmalıdır. Zərərverici müşahidə edildiyi halda dərhal aidiyyəti üzrə yerli qurumlara məlumat verilməlidir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.